Aha. Deməli, bugün bir neçə əvəzlik növü ilə tanış olacağıq. Başlayırıq yəli əvəzliyindən. Səsim yaxşı gəlir, görüntü falan yaxşıdır. Fəhmədim. Deməli, burada nəyə diqqət eləyəcək? O qeyd edeyim. Deməli, yəli əvəzliyi olacaq possessive pronoun. Possessive case də var, possessive pronoun da var. Əgər possessive case yazırsa, söhbət gedir yəlik haldan. Yox, possessive pronoun yazırsa, söhbət gedir yəlik əvəzliyindən. Deməli, yəlik əvəzliyinin iki versiyası var. Asılı və müstəqil. Asılıdırsa, mütləq özündən sonra isim gələcək. Müstəqildirsə, özündən sonra hər hansı bir ismin gəlməsini tələb etmir. Deməli, asılı forma, başqa sözlə desək, isimli forma. Müstəqil, başqa sözlə desək, isimsiz forma. Yəni, müxtəlif dərsliklərdə, müxtəlif müəlliflər fərqli formatda bunları adlandırmağa müvəffəq olublar. Lakin, siz başa düşməlisiniz ki, asılı deyirəmsə, bunun yanında mütləq isim olacaq. Müstəqil deyirəmsə, bunlar isimsiz olacaq. Deməli, isim tələb olunursa, maydan sonra isim gəlir, yordan sonra isim gəlir. Bax, sizin üçün təhlükə törədəcək nələr var? Təhlükə dediyim diqqət olunması. His, bir də it-sı. Bax, bunlardan diqqətli olun. Hisdir, yanında isim də gələ bilər, isimsiz də gələ bilər. Her isimlidir. It-sı, yanında isim gələ də bilər, gəlməyə də bilər. Amma diqqətli olun, bu it-sı bitişik it-sıdır. Sonra our, ours, your, yours, theirs bu şəkildə gedəcək. Deməli, əvəzliklər isimsiz işlənə bilmir. Özündən sonra mütləq isim tələb eləyir. Adından da göründüyü kimi özündən sonra asılıdır. Yəni, mütləq nə istəyir? İsim. Kimlər? My, your, his, her, it-sı, our, your, their. Bu belə getdi. İngilis dilində adı olacaq dependent form. Müstəqil versə absolute formdur. Yəni, bunlardan sonra qətiyyən isim gəlməyəcək. Mine, yours, his, hers, it-sı, ours, your, theirs. İndi cücələr, his və it-sı ilə bağlı dedi, mən orada sizi qeyd elədim. Sonra, məsələn, mübtəda rolunda olan şəxs əvəzliyi özünə uyğun olaraq öz mənasını daşıyır. Məsələn, asılı forma isimlə. İsim üstəgələ, of üstəgələ müstəqil versiyada ola bilər. A friend of mine, bunu yadınızda saxlayın. A book of hers, bəzən əvəz etmələr düşür bunlardan. Məsələn, siz deyə bilərsiniz ki, Jack is my friend, düzdür. Amma başqa versiyanı da səsləndirə bilərsiniz. Jack is a friend of mine, mümkündür. All my life, my whole life. Yəni, əgər all gəlirsə əvəzlikdən əvvəl gələcək, whole gəlirsə əvəzlik wholedan əvvəl gələcək. On my own, by myself bu şəkildə. On my own, by myself özü tənhalıq təklif bildirir. It-sı və it apostrofsı, bunların fərqləri var, diqqətli olun. Mən bunlar haqqında sizə belə deyim. It-sı bitişikdirsə, bu özündən sonra isim tələb eləyir. It's language. Və heç vaxt cümlə it-sı ilə başlamır. Bu bir qayda, yadınızda saxlayın. Deməli, it-sı özündən sonra isim istəyir. İsim birbaşa gəlmirsə, sifət üstə gələk isim istəyir. Və bir qayda da deyim sizə. Cümlə heç vaxt it-sı bitişik versiya ilə gəlməz. Cümlə başlaya bilər it apostrofsı, it is bu versiyada gələ bilər. Və bu da dır, dir, dur, dur versiyasına gələcək. Əlavə olaraq da deyim ki, cümlə tərkib olur və bu zaman özündən sonra nə gəlir? Sifət ya da article. It is advisable to learn it-sı language. Sonra, it's famous for its natural resources. Bu şəkildə gedəcək. Problem var burada, başa düşmədiyiniz yer. Davam edəyək.
Yaxşı, gəlin digər hissəyə baxaq. Başa düşdünüzmü ki, məsələn, it-sı nə vaxt gəlir, it apostrofsu? Bəli. Bəli. Yaxşı. İndi baxaq. Qayıdış əvəzliyi var uşaqlar. Qayıdış əvəzliyi deməli ingilis dilində adlanacaq reflexive pronoun. Burada sadəcə sizə iki şəkilçi köməyə gələcək. Belə ki, siz bilməlisiniz ki, şəxs əvəzini yəli əvəzinə çevirmək. O bayaq yuxarıda öyrəndiyik. Yanında deməli isim gələnlər. Həmin bu versiyalardan deməli istifadə eləyərək bir növ belə deyək, o necə ki müxtəsər vurma düsturunda bir-birindən çevrilmələr eləyirik düsturlarda və yaxud da nə bilim fizikada əsas kökdən başqa versiyalara gəlirik. İngilis dilində də qrammatikada elə bir xüsusiyyət var. O hissələrə gəlməliyik. Yaxşı, deməli nəyə baxırsınız? Əgər birinci şəxsin təki, ikinci şəxsin təki, üçüncü şəxsin təki, kişi, qadın və orta cinsə görə qayıdış əvəzliyi vermək istəyirsinizsə, self-dən istifadə edin. Yox, birinci şəxsin cəmi, ikinci şəxsin cəmi, üçüncü şəxsin cəmidirsə, olacaq self-as. Yazılışlarına fikir verin bunların. Burada elə, bu hissə elə çətin deyil. Əsas çətin gələn hissə hardan başlayır, onu deyim sizə. Bugün test eləməyəcəyik, sırf dərs hissələrini izah eləyəcəm, növbəti dərsdən test eləyərik. Bundan bir dəfə oxuyun, tanış olun ki, beyninizdə sual qalmasın. Bax, let apostrofsu açılışı nədir? Let us. Us nə indi? We-nin. V-nin yəli əvəzliyi kimdir? Our isimli versiyası. Our-dən də nəyə keçmişəm? Our self-əzə. Sonra by myself, yourself, himself, herself, itself. Düzdür? Tək başına. Amma bu qayıdış əvəzliyi ilə olandır. Mən məsələn demək istəyirəm yəli əvəzliyi ilə. Olacaq on my own, on your own və bu şəkildə. Sonra sizə bir şey deyim. Testdən çox nə düşür? Bunun dərs izah hissəsi var. YouTube'dan digər hissəni yenə göndərəcəm sizə. İndi bu izah elədiyim bir başqa. Cümlə feillə başlasa əmr cümləsi olar və avtomatik nəyə keçəcək? Yourself, yourself-əzə. Cümlə feillə başlasa birbaşa keçid alırıq yourself, yourself-əzə. Amma belə bir şey var. Mübtədaya görə qayıdış əvəzliyinin təyinatı. Bu da nədən irəli gəlir? Mübtədaya görə məsələn, burada Kate üçüncü şəxsin təki qadın cinsidir, düzdür? Bunun uzlaşması mübtəda sırf üçüncü şəxsin təki qadın cinsindədir deyə herself-ə gəlir. Lakin mən Kate-ə müraciət eləsəm, xitab. Desəm, məsələn, demirik, filan kəs, get dərslərini oxu. Həmin adama mən müraciət edirəm. Deyirəm ki, get dərsini özün oxu və yaxud da get misalı özün həll elə. Buradakı özün sözünə gəlməsi üçün biz burada Kate vergüldürsə, artıq buna yourself verəcəm. Xitab elədiyim şəxs təkdir, yourself. Amma desəm ki, Kate və Jane, gedin ev tapşırıqlarınızı siz özünüz yazın. Bu səfər olacaq yourself-as. Bu yuxarıda olacaq. Yəni, xitab elədiyim adam bir adamdırsa yourself, vergül vermişəm. Xitab elədiyim şəxs cəmdədirsə, yəni çox adama müraciət edirəmsə, yourself-as olacaq. Sonra, kitabın tək və ya cəm olmasına, üzr istəyirəm, kitabın tək və ya cəm olmasına fikir verin deyir. Bunu mən sizə yuxarıda izah elədim. Təkdirsə yourself, cəmdirsə yourself-as. Məsələn, burada bir dəfə boy, bir dəfə boys deyə yazıb. Bu da yaxşı yanaşmadır. Boy deyə təklif olunursa yourself, boys, oğlanlar deyə təklif olunursa yourself-as. Bir dənə bu sonluqlara diqqət edin. Elə çətin bir şey deyil. İndi baxaq nəyə?
I, myself, you, yourself, he, himself, she, herself, it, itself, we, ourself, you, yourselves, they, themselves. Qətiyyən you-dan myself-a keçmək olmaz. Çünki bunun qarşılığı bu deyil. Sonra mübtəda şəxs əvəzini ifadə olunmazsa, qəşəng yanaşmadır burada. O bayaq dediyim qadın cinsində verilmiş isim. İsim bölməsində biz bu cins kateqoriyasını yaxşı araşdırıb dərindən öyrənmişik. Düşünürəm ki, problemimiz olmayacaq. Ona görə mən isim bölməsini asta-asta keçdim ki, tam bazada möhkəmlənməyəcəksin. Deməli, qadın cinsində mübtəda olursa, qadın cinsinə aid olan hər hansısa bir qadın adı və yaxud da qadın cinsini təmsil edən hər hansısa bir söz olursa, o zaman she ilə əvəz edib herself verəcəm. Bir də çalışın ki, ümumiyyətlə əvəzlik testlərini həll eləyəndə fərqi yoxdur. Sınaq işləyirsiniz, hər hansısa bir, məsələn, belə deyim, tutalım ki, Dövlət İmtahan Mərkəzinin qəbuludur, buraxılışıdır, fərqi yoxdur. Hara olursa olsun. Çalışın əvəzlik bölməsində həmişə şəxsləri şəxs əvəzliyinə çevirəsiniz. Elə olanda adam dəqiq görə bilir ki, sizdən nə tələb olunur. Tak, deməli, qadın cinsli hər hansısa bir şəxs, adı, qadın cinsini təmsil edən sözlər gəlirsə, she əvəzi ilə əvəz edirəm, sonra herself yazıram. Sonra kişi cinsinə aid olanlar, David, Jack, brother, waiter olacaq he, himself. Cansız isimlər, əşyalar təkdədirsə, heyvanlar təkdədirsə, ölkə və şəhər adları təkdədirsə, it. Oradan da keçirəm itself-a. Yaxşı. Sonra bütün cəm isimlər hamısı olacaq nə? They, themselves. Bu şəkildə gedəcək. Çevirmə zamanı asılı formada olan yeri əvəzliyi deyil, ismi əsas götürmək lazımdır. Çünki həmin əvəzliklərdən sonra hər cür isim, tək, cəm, canlı, cansız, kişi, qadın bu şəkildə gələ bilər. Məsələn, deyirəm ki, hansısa qadının oğlu. Söhbət qadından getmir, bu yeri əvəzlikdir. Qadının oğlundan gedir. Ona görə bunu əvəzlik verəndə he deyə gedəcək. He də nəyə keçir? Himself-a. Sonra hansısa kişinin qızı. His onun yeri əvəzliyidir. His daughter. Burada əvəzlik avtomatik nə olacaq? She. She olduğuna görə də herself-a dəyişəcəm. Və burada görürsünüz, yeri əvəzliyindən də tapa bilərdiniz. Yəni, maksimum diqqətli olun. Testdə baxmaq lazım deyil. Testdə görmək lazımdır. Sizdən nə tələb olunur və hansı ipucular var. Sizə lap birinci dərsdə də demişəm ki, test öz cavabını öz daxilində saxlayır. Sadəcə o qədər praktik zəka olmalıdır ki, o qədər ustalıqla yanaşmalısınız ki, suala. Orada sizə verilmiş o ipucuları tez mənimsəyə biləsiniz, görə biləsiniz. Cümlədə mübtəda olmazsa, yəni cümlə feillə və yaxud da xitabla başlasa, həmişə iki cavab olur. Yourself, yourselves. Əgər xitab elədiyiniz təkdirsə yourself, cəmdirsə yourselves, aydın məsələdir. Bu hissəni tam mənimsədiniz, dediyimin, nə demək istədiyimi başa düşdünüz? Yəni, məqsədin nə olduğunu başa düşdünüzmü, yoxsa bir dediyim? Ben bir dediğimde onda. Gel karşı geldi. Tamam, kabul edeyim başkanım. Qoyulaq özümüz cümlə yazaq. Gördüm səsə çıxmır, şübhələndim ki, nəsə var. Yaxşı. Bax, cücələr. Tutalım ki, belə bir nüans deyim sizə. Deyirəm ki, oğlanlar. Bakacağım, Virgil hanı. İnşallah taparam. Hə, deməli, deyirəm ki, oğlanlar. Do your homework. İndi deyirəm ki, oğlanlar, ev tapşırığınızı yazın. Düzdür? Kimə müraciət edirəm? Oğlanlara xitab Ay, sağ ol. edirsən. Oğlanlara söz deyirəm də, düzdürmü? Mən oğlanlara söz deyəndə, buradakı xitab elədiyim cəmdir. Mən də orada iki situasiya ilə yanaşdım. Əgər vergüllə ayrılmış söz, yəni xitab olunan isim cəmdirsə olacaq yourselves. Düzdürmü? Amma məsələn, desəm ki, eyni cümləni
İndi bu cümləni mən sizə fərqli formatlarda verəcəm. Görün necə fərqlidir. Burada artıq bir nəfər oğlana xitab edirəm. Deyəcəm yourself. Biz özümüz demirik, ay oğul, ay uşaq, gediş dərsini oxu, gedişlə məşğul ol, düzdür? Bax, bu onda nə olur? Xitab edirəm də, çağırış edirəm. Burada vergül var. İndi belə bir situasiyada var cümlədə. Boy sözü cümlənin olar mübtədası. Boy. Do your homework. Artıq burada cümlədə mübtədadır bu. Vergülla ayrılmayıb. Görürsünüz, burada vergül verməmişəm. Cümlədə mübtədadır. Bunu bu cümlədə xətt çəkə bilirəm. Sizə göstərim. Qoşa xətarda var. Qoşa xət. Misal üçün da. Budur. İyi, bunu verək. Nədən də olsun bu. Kəşfiyyat xarakterli çıxışlarım davam edir bu görək. Bax, məsələn, mübtəda budur, xəbər budur, düzdür? Burada mübtəda boydur. Boy sözünü əvəz eləsəm, he ilə əvəz eləyərəm, düzdür? He sözünün də qayıdış əvəzi olacaq himself. Yəni, bir cümlənin taleyini, bir dənə durğu işarəsi bu vergül, görün nə versiyalarda dəyişdi, nə formatlara gətirdi, çıxartdı. Görürsünüz, bir dənə bu vergül bütün cümlənin taleyi ilə oynadı. Cəmdə olması, vergüllə ayrılması cəmə çevirdi. Xitab oldu, tək oldu, yourself-ə çevirdi. Ümumiyyətlə, vergülü götürdüm, cümlənin bütün abu-havası dəyişdi. Baxdınız? Boys, yourself, boy, yourself, boy, himself. Baxa bildiniz? Yəni, mən orada vergül böyür oynayır. Çağırış eləyirsən də, xitab eləyirsən. Xitab və mübtəda arasındakı seçimlərdən asılıdır bunlar. Xitab cümlə üzvü olmuyor da, ona görə. Yox, cümlə üzvü olmur. Düzdür. Belə biz özümüz Azərbaycan dili qrammatikasında o qədər də hörmət eləmə olunan bir hissi deyil o. Pis çıxsa da deyəcəm. Amma ki, ingilis dilində o vergülün sağa sola getməsi bütün cümləni görün birbaşa belə deyim, qayıdış əvəzinin taleyi ilə oynadı. Müəllim, orada yor nə oldu bəs üçüncüdə? Deyir oğlan, get ev tapşırığını yaz, öz tapşırığını yaz. Və yaxud da deyə bilərəm ki, oğlan öz tapşırığını yazır, hizlə də verə bilərəm. Oğlan öz tapşırığını yazır, bunu hizlə də verə bilərsiniz. Laf olsun belə. Əslində qalsam mübtəda olduğuna görə hizə çevirsək daha yaxşıdır. Mən nəsə mexaniki yazmışam bura. Yəni bu şəkildə dəyişəcək. Başqa görürüm orada şübhə yaradan nə var idi sizdə. Başqa qaranlıq qalan hansı hissəsi oldu deyin, orada bir dənə müzakirə eləyək. Yox, müəllim. Mən də. Yaxşı, maraqlı dərsdir. Sadəcə biraz testləri işləyəndən sonra tam baza oturacaq yerinə. Yəni, bu gün də yenə deyirəm, əlavə nəsə verməyəcəm sizə tapşırıq. Sırf oturub dərsin özünü oxuyacaqsınız ki, o sxema beyində yerləşsin ki, bax, bu buna görədir, bu da buna görədir. Və yaxşı olardı ki, siz bunu əzbərləyəndə qaralama götürəsiz. Oy, bu neydi? Kənarda yazasınız ki, məsələn, adlı xalda necə olur, obyektdə necə olur. Bir dəfə baxın, cədvəl şəklində əzbərləyin. Sonra cədvəl şəklində əzbərləyəndən sonra kənarda, köşədə bir yerdə özünüz üçün təkrar yazın. Məsələn, tutan ki, müxtəsər vurma cədvəlini necə əzbərləyirsiniz və yaxud da nə bilim, diskriminantın o düsturu var, kökləri necə çıxardırsınız. Onların hamısını düstur şəklində öyrənmək üçün gərək əzbərləyəsiniz də. İngilis dili də həm söz əzbərləyirsiniz, həm qrammatikanı əzbərləyirsiniz, üstəgəl yerinə görə hərəkət edirsiniz. Mən həmişə deyirəm, dilçilik dəqiq fənlərdən çətindir. Burada yəni elə bir mövqelər var ki, ora düzgün təyinatla getməlisən. Məsələn, fizikada uzağı tutalım ki, yol düsturunu bildim, vəziyyətdən çıxacam və yaxud da çevrilmə eləyib vəziyyətdən çıxacam. Amma burada o deyil. Burada sən o qədər dəqiq yanaşmalısan ki,
sənə artıq təqdim olunmuş cümlənin situasiyasından asılı olaraq o lazım olan məlumatı yerinə bazaya otuzdura biləsən. Biraz taktika istəyir. Əvəzliyi ona görə çox uşaq qaçır ki, əvəzlikdə taktika çoxdur. Əvəzlikdə məsələn görürsüz, adicə bir virgülün sağa sola keçməsi və yaxud da cümlədəki verilmiş xitabın gəlib belə deyək, cümlənin baş üzvünə çevrilməsi artıq cümləni avtomatik taliyə ilə oynadı. Bu belə. İndi cədvəl şəklinə veriblər. Bu çox əla vəziyyətdir. Deməli, şəxs əvəzini bölürəm adlığa, obyektə, yiyəliyi bölürəm asılıya, müstəqilə, qayıdışdakı öz ampulasında davam eləyir. Sonra nəyə baxırsınız? Bu özündən sonra isim gələn, gəlməyən, his, itısı. Bax, bunlara da diqqət eləyin. Sırf seçmə testlər verəcəm ki, sırf itısı, yoxsa it apostrofsı onlara öyrəşəcəksiniz və bunların yaxşı sınaqları da var. Onları da elətdirəcəm sizə. Sonra sınaq demişkən, sınağın cavabını atmayanlardan kimin yadından nə çıxıb mənə xəbər eləyər. Gözlədiyim uşaqlar var, hələ loading. Sonra keçdik nəyə? Qarşılıq əvəzliyinə. Qarşılıq əvəzliyi bizdə qarşılıq birgəlik növü var fiildə. Biraz ona oxşuyur, amma tam o deyil. Burada da cəmi 4 dənə qayda var. Qoy onu Word-də yazım, canınız qutarsın. Əsas sizə nə lazımdır? İcazə. Van ənəzə. Bunlar düz versiyalardır. Doğrusu. Sonra icazənin yiyəliyi var. Bunun da yiyəliyi var. Bunun da yiyəliyi var. Burada heç bir problem yoxdur. Dərd bu deyil. İndi dərd nədir onu deyəcəm sizə. Gətirir yazıcı cümlədə. Sizə nə ilə anladır? Vay, kursoru necə qoyduq. Nə ilə anladır? Yazır ki, icazə S apostrof. Daha doğrusu bunları birinci cəmləyir. Yadınızda saxlayın. Qarşılıq birgəlik, qarşılıq əvəzliyində heç vaxt cəmlənmə yoxdur. O qədər dəmdəstgahdansa bunu yazıram, əzbərcin qutarsın deyilsin. Müəyyən yerlər var da, xitab elədiyim kitaba, müəyyən yerlər var, ümumiyyətlə heç baş boşmuruq. Yəni, qısa və konkret yol olanda bilirsiniz ki, həll eləyirik gedir. Kitabdan oxuyacaqsınız, söz yox. Amma test eləyəndə sizə haralar lazımdır, onları yazıram mən. Yəni, nələr olar, nələr olmaz. Kitabdan oxuyarsınız, mən sizə qısa yolunu yazıram bura. Yəni, testə baxan kimi tapa biləsiniz. Nələr olar, nələr olmaz. Baxın quzular. Deməli, qoy vəbşətə bunları enterdən sürüşdürüm, o tərəfə bunları bir səhifədə görüm. Bir dəqiqə. Deməli, quzular, nəyə baxırsınız? İcazə olar, problem yoxdur. Van ənazə, bu da olar, əla, problem yoxdur. Bunların təkinin yiyəliyi olar, buna da problem yoxdur. Acəllə təkləri var, təklərin yiyəliyi var, çox gözəl. Allah o gündən saxlasın ki, bunları cəmliyə, cəmlinin də qarşısına İzmini marker, rüsumök, şrift, simbol. Qoyacağım cross var, bir dənə X. Bəlmə də var orada. Nə tərif? Doğru yanında var idi, bax. O başqa işarə idi, ona görə götürmədim. Qoy bunu götürək. Qoyacağım başqası var, yaxşı versiyada. Məndən çıxməyən nəcəb. Qoy smaliklər əlavə eləyim. Heç bura smalik əlavə eləməmişim. Vay, görün. Yox, bu gülücük lazım deyil bura.
Bu bir dənə də Ağlamalıyıq biz. nətəri? Ağlamalıyıq biz. Mən ağlamalı. Ya, deyən qopu smaliklə qoyacam. Həbşim. Bu olmaz. Ağzı neydi? Sonra bu da olmaz. Sonra bunlar olar. Bunlara qoy gülücük qoya. Bunlar olur. Bunlar olmaz. Sonra bunlara da olmaz. Üzgün. Bizi ağlayalım. Hə. Ağlayalım. Bunları gördünüz, üzgündür bunlar. Amma bunların üzü gülür. Yəni var bunlar. Bunlar yoxdur, bunlar var. Allah qorusun. Nədən qoruyurdu mən Allah? Nə bilim valla. Bir şey taparı koruyar. Nasıl Allah qorusun mən? Belə ki, istəyirsən bir dənə söyləyəcəm. Sizin sözünüzdən çıxar. Olar, tələsməyin. Deməli, iç azə tək olar, van enazə tək olar. İç azənin təkinin yəli olar, van enazənin təkinin yəli olar. Amma bunların cəmi olmaz. Cəmi yoxdur deyə cəminin yəli də yoxdur. Yəni, o qədər dəmdəzgahı oxuyandan sonra o nəticəyə gəlirdiniz. Sonra bir də nə var? Onu deyim, iştirakçı sayı məsələsi var. Əgər 2 nəfər, məsələn, tutalım ki, deyirəm ki, çoxdan da 2 dost bir-birini görmür. O olacaq icazə. Bir də var deyirəm ki, o 2 dost biri-birilərinin, məsələn, çantasından istifadə edir. Biri-birilərinin, gördünüz, yəni hal eşitdiniz. Belə bir şey var. 2-dən çox adam, one enazə. Məsələn, deyirəm, kimsə 4 nəfər dostdular, 4-ü də bir yerdə gəzir. Məsələn, deyirəm, onlar 4 nəfər birləşib, öz problemlərini özləri həll edir. Məsələn, özləri qərar verir. Olur one another. Amma desəm ki, birləşib problemlərinin həllini axtarırlar, o zaman one another apostrof s-dən istifadə edəcəm və yanına problem sözünü yazacağım. 2 nəfərdirsə, icazə apostrof s, 3-3-dən yuxarıdırsa olacaq one another apostrof s. Bəzən burada 2-ni one another ilə də verə bilir. Şimdi bəzi cümlələr olacaq ki, rastınıza çıxar. Yəni, elə bir hal baş versə, təəccüblənməyin. Maraqlı hissə idi. Probleminiz var? Bu seçim üstündən görək nətər olur. Nətəri? Bir də deyə bilərsiniz, bir də onun üstündən keçək. Bax, quzum, nəyə baxırsan? 2 nəfər. Bax, 2 nəfər. Burada 2 nəfər plus. Qoy belə yazım. 2 plus qan qrupuna oxşadı. Burada 2. Burada da 2 plus. Bax, quzum. Denirəm. Nəsə plus məndən qaçırır. Düzəldi. Burada amma. Həcə? Qoy olmaq istəmir deyəsin. Bax, burada 3-dür. Zürü saytdan qoyub bunları ayıraq. Bax, burada 3-dür. Ayda, bu nə belə eləyir? Orada kursoru vurmuşam deyə, bu bir də rəngini dəyişəcəm. Baxın, burada 3-dür. 3 və 3 plus. Başlayın. Bəzi yerdə də yazır ki, 2 plus. Burada da. Qoy copy paste eləyim, canımız qutarsın. Kopyalayıb canım. Vставить. Və burada da həmən qayda ilə gedirik. Bu çox özürlü deyəsən. Deməli, bir dəqiqə, mən başımı qatdı bu. 2 plus 3. Burada da 2 plus 3. 2 çox və 3. Şərti yazırıq da bunları. Məsələn, icazə deyə bilərsən 2 nəfər üçün. One enazə artıq 2-2-dən artıq. Elə testlər var ki, düzdür, abituriyent səviyyəsində hər saat düşmür. Amma ola bilər ki, əlavə nəsə gələr də məlumat. Məsələn, one enazəni 2 şəxs üçün də götürsələr testə,
İndi Allah qoysa universitetə falan qəbul olanda orada görəcəksiniz. Elə cümlələr var ki, one another-ni 2 nəfər üçün. O bilmirəm, Between-dən Among Us sizə hələ keçməmişəm. Orada da elə bir situasiya var. Keçəndə görəcəksiniz. Yəni istisna haldır da o. Tam gərəyinlə desək, 2 nəfərə icazə, one another 3, 3-dən artıq. Bunların yəliyi təkdirsə olar. Lakin bunların cəmlənməsi mümkün deyil. Elə bir ki, biri-birlər, belə bir cümlə əmələ gəlir. Biz onu deyə bilmirik axı. Düzdür? Bax, tam anlamı ilə biri-birlərini, one another. Bu da biri-birini. Burada elə bir ki, 2 dənə lar şəkilsi artırılmış olur, əgər mən bunları cəmləsəm. Da, bu icazənin cəmi one another var da. Mən bu one another-ni niyə cəmləyim ki? Bunun başqa bir variantı var. Və yaxud da bunun tək versiyasının apostrofesi var. One another apostrofesi var. Başqa nə ehtiyac var ki? Və burada da yazır ki, cəm forması yoxdur. Yəni S apostrofları qətiyyən axtarmayın. Bir də bu yəli hal biz isimdə də keçmişik. Eyni qaydadır. Yəli hal özündən sonra nə istəyir? İsim istəyir. Tək də gələ bilər, cəm də gələ bilər. Amma adətən burada 2 nəfərdən danışıram deyə mən çox vaxt cəm isimə xitab eləyəcəm. Çünki apostrofesdir, yəli haldır. Və 2 nəfər danışdığıma görə, birdən yuxarı say verdiyimə görə təqdim olunmuş əşya 2 nəfərinki olur. Məsələn, deyir ki, we always wear each other's coats. Deyir, biz adətən bir-birimizin paltolarımızı giyinirik. Biri-birlərimizin paltolarını, gördünüz? Sonra teachers attend one another's lessons. Müəllimlər bir-birlərinin dərslərində iştirak etdilər. Yəni müəllimlər sayca çoxdur deyə. Məsələn, bir məktəbdə gör nə qədər müəllim var, kontingent nə qədərdir? Artıq ən xırda məktəbdə belə 20-yə qədər müəllim var məsələn. Artıq say etibarilə çoxdur deyə one another-dan istifadə edəcək. Qaranlıq nəsə var, bir də deyim. Yox, müəllim, bu dəfə yaxşıdır. Tamam. Ola bilər ki, qarışdırırsınız müəyyən hissəni. Yenə deyirəm, dərsi tam 1-2 dəfə, 3 dəfə rahat oxuyandan sonra sizə aydın olacaq ki, burada nə deyir. İşarə vəzdiyində izah eləyib bu günlük dərsi yekunlaşdıracağam. Dəqiqə. Bizim müəyyən günlərimiz olur ki, onlar sırf dərs oxumağa sərf olunur. Özüm çox yorumuram. Baxın, deməli, konkret olaraq nəyə baxırsınız? İşarə vəzliyi 4 dənədir. Zizət, ziz, zuz. Tak, deməli, ziz özündən sonra nə istəyir? Tək isim. Və bunun, üzr istəyirəm, açar sözü olur here. Hiyəni gördünüz, tək izin verdiniz, getdi. Və üstəcəl tək xəbər. Aha. Artıq bunun cavabı olacaq zero. Bəgən də üstünə bitirəcək. Zero, over zero digər versiyalar da var. İndi kitabdan tam baxacaq o hissələrə. Deməli, burada sizə məqsəd nədir? Ziz gəlirsə, yanında həmişə tək isim axtarın. Ziz təkdir, tək isim gəldi, tək xəbərə atın. Və orada sizə bir kompas olacaq. Hansı sözləri ki görəndə, indi siyahı çoxdur, mən ən məşhurlarını yazdım da bura. Və orada məsələn, hiyə yaxınlıqda təkdirsə, ziz verin.
yaxınlıqda, uzaqda təkdirsə zət verin. These bu deməkdir. That o. These deməli olacaq bunlar. Sonra üzr istəyirəm. Those-da onlar. Aha, düzəldi. Onlar. Bir saniyə görüm. Biraz bunu buradan yerləşdirsəm. Biraz məndə takıntı halındadır. O görə bir sətr üzrə düz olun. Aha, deməli bu these. That o. Bunlar these, onlar those deyə dəyişəcək. Və burada nəyə diqqət edirsiniz? Tək isim, tək xəbər, tək isim, tək xəbər, cəm isim, cəm xəbər, cəm isim, cəm xəbər. Sadəcə olaraq məsafə söhbəti var. Yaxında, uzaqda. Yaxında cəmdirsə these verin. Uzaqda cəmdirsə those-la davam edə bilərsiniz. O ilə də verdiyi versiya var. Sadəcə mən orada yazmadım. Sonra saçla sonunda deyim, yekunlaşdıracağım. Deməli quzular, sizə orada nə lazımdır hava su kimi? Tak, deməli saç. Saç plus noun veririk. Bax, diqqətli olun. Saç plus noun. Bunda tərkibində u var. Mən həmişə belə oyun kimi deyirəm, yadda qalır. Saç sözündə də u var, noun sözündə də u var. Deməli, saçdan sonra noun gələ bilər. Nə gözəl. Deməli, saç üstə gələk. Üzr istəyirəm, sifət. Üstə gələk yenə noun. Burada mən saçdan sonra sifəti nəyə görə verə bildim? Çünki ismi təyin eləyəndə sifətdən istifadə edirəm, düzdür? Və saçdan sonra ismin gəlməsi mütləqdir. Saçdan sonra ola bilər ki, sifətdən sonra isim gəlir. Burada da heç bir problem yoxdur. Allah o gündən saxlasın ki, soğudan sonra sifətdən sonra isim verə. Bax, bu testlərdən ehtiyatlı olun. Deməli, soğudan sonra ancaq sifət, soğudan sonra ancaq zərf, bunları verirsiniz. Amma qətiyyən soğudan sonra deməli sifət, həmin bu sifətdən sonra da bir dənə isim qətiyyən yazmayın. Çünki bunlarla bağlı xeyli test işlədəcəm sizə. Bir dəqiqə. Bunlar da üzü gülür. Burada da problem yoxdur. Amma burada artıq üzü gülməyəcək. Deməli, saçdan sonra isim gəlir, saçdan sonra sifət, sifətdən sonra isim gələ bilir, soğudan sonra sifət, soğudan sonra zərf gəlir və soğudan sonra həmişə sifət gəlib dayanır. Sifətdən sonra isimdən davam edirsə, bu artıq qayda pozuntusu adlanacaq. Yaxşı quzular, yəni bu versiyaları unutmayın. İndi PDF-in özünü də göndərəcəm sizə. Bax, məsələn, sonra yazıb ki, burada saçdan sonra ən sayıla bilən tək isim gəlirsə. Amma so'dan sonra artikel gəlmir. Niyə? Çünki so özündən sonra isim almır. İsim almırsa, isimin də yanında artikel gəlir. Bu ismi özünə çəkə bilmirsə, artikellə bunun nə işi var? Məntiqlə fikirləşin. Belə, sual əvəzliklərinə qədər dərs oxuyursunuz. Zəhmət olmasa biriniz yazın orada. Yazıram, müəllim diyor. Qeyd elə gözəl. Deməli, mən sizə bu gün yəli əvəzliyindən sual əvəzliklərinə qədər oxumaq. Bu dərsi dayandırım.